Əziz dəyərli izləyicilər, bir daha salamlayırıq. Biz Biləsuvarın PEMK 19 qəsəbəsindəyik. Min şükür Allaha. Kompozun işçiləri olan Xatirə xanımın evi yanmışdı. Bugün xalqın, millətin, dəyərli bizim həqiqətən xalqımız var olsun, mərd xalqımız var. 44 gün vətən müharibəsində necə bir olub, torpaq azad etdik. Bu gün də bir olaraq yanan evə dəstək oldular. Var olsun deyirəm, bax bu ev gəldi, bu vəziyyətə çatdı. Və bu vaxtda bizə dəstək olan Bəhruz müəllim. Stolundan, mizindən, divanından, taxtından hər bir şeyinə ağamız Füzuli Hacıya çox sağ ol deyirik. Hacı, Allah sənə ruzvə, can sağlığı, ruzvə bərəkət versin. Hətta Hacının rəhbərliyi altında futbol komandası da Bakıda birinci yarışıdır. Təbrik edirik Hacımızı, var olsun deyirik. Bax, bu günləri 1 manatından, 50 qəpiyindən və böyük məbləğlərə qədər dəstək olan insanlara çox sağ ol deyirəm, təşəkkür edirəm. Həqiqətən də ürəklə, özü tez bir zamanda hazır olub bu ev, var olsunlar. Çünki bu biz gördüyümüz işdə yeyinti yoxdur. Heç kimin 1 manatını yemədən o ailəyə də dəstək olub, yığılan məbləğ həmin ünvanda çatdırılır. Bax, min şükür Allaha. Şifrinə də təşəkkür edirik. Balaca da olsa qəşəng bir tort hədiyyə edib ki, yəni gələn qonaqlar heç olsa tortla bir dənə çay etsin. Və burada dəstək olanda Bəhruz, Alda xalamıza çox sağ ol. Yeməyindən, çayına kimi ustalar verdi. Xalam Mehbari xalaya təşəkkür edirik, var olsunlar. Adları seçilməyənlər də var olsunlar. Həqiqi PEMK cəmaatı bir oldular. Yox, qonşular hamısı bir oldu. Buna Heç kəs İzlədim. hərəsi 1 manatından pul yığımında da və hər bir şeydə də dəstək olundu. Təşəkkürümüzü bildiririk. Var olsunlar. Allah xeyirlərin versin. Hamının ağzında bir dua var. Hamınız xeyir dua verin bu evə. Halalım vermişəm. Bəhruz, sən də 1-ci Qarabağ müharibəsinin bir döyüşçüsü kimi bir gəlməsən də deyək. Sağ ol. Əslində mən bu ev yananda mən izləyirdim canlı şəkildə. Müəyyən adamlar hər bir canlı şəkildə çıxdı. Və bir misal deyim, anamız bir misal dedi. Dedi, hamımız dəstək olduq qonşularda. Ataların bir məsələ var. Deyir, qonşun qoşu olsa, kör qızın ərəyi. Bəli. Bu PMK cəmaatını mən çoxdan tanıyıram. Cəmaatın həm zəhmət keçdiyi, həm insaniyyətliyi, bircə kompakt yaşayan insanlar bir-birinə yaxın olanda orada mehribançılıq daha çox olur. Mən yenə də, mən tanıyıram buranı. Qeyd elədin, yanan gündən biz izləyirdik. Canlı şəkildə kömək, yardım istəmələrini həmsini izləyirdik və kimlərin yardım olmasını da sən qeyd edirdin. Bəli, hamısı bir-biri var. Və bu işdə, təhsil bu iş yox, ümumiyyətlə xeyirxalq işdə kimlər ki dəstək olur, Allaha xoş gedən bir məsələdir. Elə insan var ki, mən bilirəm ki, dəstək olur, istəyir ki, mənim adımı çəkir. Bəli. Elə adamlar da olur. Təşkilatlardan da olur, İlqar müəllim. Və əsas məsələ odur ki, bu ailənin bu günləri sevinci günüdür, evinə yığışır və bu evdə yenə əvvəlki qaydada xoş günləri yaşayacaq. Allah xeyir versin. Və kimlər ki dəstək olub, Hacı Füzulinin adını çəkdim. Hacı Füzulinin şəxsində kimlər ki dəstək olub, Allah can sağlığı versin. Əl tutmaq əldən qalıb. Yenə deyirəm, ən 1 manatdan, yanında bir şey dedim, 1 manatın özü də böyük bir dəstəkdir. Yəni, 1 manatdan tutmuş, hətta heç kömək eləməyib, sadəcə mənəvi tərəfdən dəstək olur, gəlir bir ilahız eləyir, bir xeyir-dua verir. Onların hər birinə Allah can sağlığı versin və yenə də bu işlərin başında sən durdun, sən canına... Allah kömək olsun. Sağ olsun, dəstək olur, kömək olur. Yəni, elə məsələlər var, işin görünməyən tərəfi var. Bəli. Görünməyən tərəfində elə məsələlər var ki, onu vətəndaş və yaxud da burada işləyən, ustası olsun, digər kömək eləyəni görmür. Onun əsas məsələsi görünməyən tərəfidir və misalda da o yoxdur. Hər şey görünən tərəfdir və misal elə oğlandır ki, ən xırda bir köpüyün özünün halaçılığına ünvanına çatdıran kişilərdən işlən balası. Allah kömək olsun. Bu səbəbsizdir, onun geni var, kökü var. O elə bir ailədə böyüyüb ki, bizim gözümüzün qabağında böyüyüb o. Yəni, atasının zamanı anası zəhmətlə bu ailəni böyüdüb, hamısı bizim gözümüzün qabağında olur. Kim nə deyir, özünə görə deyir, bizim ondan işimiz yoxdur. Amma işin görünən tərəfi deməklə deyil, onu həyata keçirməklədir. Bu günlər Vüsalın gördüyü işlə, həyata keçirdiyi iş üst-üstədir və görüntüdür. Görünən daha bələdçi lazımdır. Allah mübarək eləsin, Allah xeyir versin. Bu evdə xoş günlər görəsiniz inşallah. İnşallah Allah qoysa elə arzunu toy məclisinə yığışar. İnşallah. Qardaşın toy məclisinə yığışar.
Elə ən böyük təşəbbüs İfsal qardaş sən edibsən. Allah sənin də kömək olsun. Elə diqqəti elə sən cəlb edibsən. Laf gözəl, laf Sənin sayəndə oldu abi. Laf Bu Allah yerində sənə üstünə can sağlık. Oğlu Valide xalan da kömək olsun. Əsgərdir, Valide xalan da kömək olsun. zabitdir. Bilirəm. Allah Ya onu səni də Allah saklasın. qorusun. Allah onu Ya saklasın. sənin Verəcəm, şəxsində, verəcəm. Bütün hərbçilər. Sənin şəxsində Allah şəhidlərimizi rəhmət eləsin. Amin. Qazilərimizə can sağlığı versin. Amin. Müharibədə iştirak edən döyüşçü qardaşlarımıza Allah can sağlığı versin. Amin. Amin, amin. Fərqi yoxdur, arxa cəhb olsun, ön cəhb olsun, hər bir əziyyət çəkən insanlar. Hərbiçilik fərqi yoxdur. Yasar qardaşımın da şəxsində Azərbaycan ordusunun zabitin əsgərin qorusun. Amin. Amin. Amin.